Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin ikinci tapşırığımızın, məsələmizin izahına baxaq. Deyir, çıxma əməlində azalan, çıxılan və fərqin cəmi 960-dır. Biz əvvələ çıxma əməlinin komponentlərinə baxaq. Burada yazın. Baxın, azalan, çıxılan bərabərdir fərq. Bizə deyir ki, azalan, çıxılan və fərqi toplasaq, yəni toplayaq burada. Azalan, üstə gəl, çıxılan, üstə gəl, fərq bərabərdir 960-a. Sonra başqa bir şeylər deyir. Hələ ki, davamı saxlayaq. Burada bir məqama toxunaq. Uşaqlar, yadınızda saxlayın ki, tutaq ki, mən yazıram burada 14 çıxılsın 5 bərabərdir 9. Baxın, bu azalan ki var. Azalan çıxılanla fərqin cəminə bərabərdir. Yəni 14 nəyə bərabərdir? Buradan yazın. 14 bərabərdir 5 ilə 9-un cəminə. 9 üstə gəl 5, 14-ü verir bizə, düzdürmü? Demək biz bu, bax buradan aşağıdan yazım ki, anlaşıqlı olsun. Davamını aşağıdan buradan yazım. Bu azalan üstə gəl, çıxılanla fərqin yerinə mən bir azalan yaza bilərəm. Çünki onları toplayanda azalanın özünü verir axı bizə. Ona görə çıxılanla fərqin yerinə bir azalan yazıram. Axı azalan özü azalan idi. Digər A hərfi bu çıxılanla fərqin cəmi idi. Biz dedik axı çıxma əməlində biraz əvvəl göstərdim ki, çıxılanla fərqin cəmi ilə azalanın özünə bərabər olur. Ona görə çıxılanla fərqin yerinə ilə başqa bir azalan yazdım. Və bərabər edirəm 960-a. 2 dənə azalan bərabərcə 960-a. Bir azalanı tapmaq üçün 960-ı bölməli 2-yə. Azalan da bərabərdir 480-ə. Demək, biz burada azalanın yerinə 480 yaza bilərəm. 480 çıxılsın çıxılan bərabərdir fərq. İndi biz çıxılanla fərqin neçə olduğunu tapmaq üçün sonraki cümləni oxuyuruq. Deyir, çıxılan fərqin 3 qatından 67 vahid azdır. Gəlin tam hissə modeli quraq buradan. Çıxılandır bu da fərqin. Fərqin hər neçə olduğunu mən bilmirəm. Bilmədiyimə görə bir tam hissə modeli ilə göstərirəm sizə, bir kvadratdan işarə edirik. Çıxılan isə bunun 3 qatından, yəni 3-ə vururam. 3 qatından 67 vahid azdır. Yəni çıxılsın 67. Və bunların cəmini də biz dedik ki, tapdıq ki, 480-ə bərabərdir. Axı, yuxarıda dedik axı biz, çıxılanla fərq azalanın özünə bərabərdir. Biz də azalanı burada 480 tapmışdıq. İndi bu tam hissə modelini həll etmək üçün 480, burada üstə gəl 67 isə çıxıram 67-ni, yox üstə gəlirəm, üzr istəyirəm 67-ni, bərabərdir 0 ilə 7-ni toplayanda 7, 8 ilə 6-nı toplayanda 14 bir yadda, 4 dənə də ki o bir yadda qalmışdı, biri toplayanda edir 5. 547. 547-ni neçəyə böləcəm uşaqlar? Bu kvadratların sayına. Yəni 1 kvadrat aşağıda var, 3 kvadrat yuxarıda var. 4 kvadrata böləcəm. İndi gəlin bunu mən seçsin, çubuqlu bölməsindən bölüm. Niyə? Çünki mən görürəm ki, burada 547 4-ə tam bölünmür. Yəni, bizim qismətimiz tam ədəd alınmır. Ona görə onun necə alınmasını sizə göstərmək istəyirəm. Bu hissəsi sizə çətin gələ bilər. Çünki hələ ki siz, belə deyim də, ədədləri bölərkən onluq kəsrlərin alınmasını keçməmişsiniz. Bölək neçəyə? 4-ə. Çünki 4 kvadrat vardı. Prosesləri birlikdə izləyək. 5-in içində 4 bir dəfə. 1-i vuram 4-ə, 4. 5-dən 4 çıxanda 1. Digər 4-ü salıram aşağı, 14. 14-ün içində 4, 3 dəfə. 3-ü vuram 4-ə, 12. 14-dən 12 çıxanda qalır 2. 7-ni salıram aşağı, 27. 27-nin içində 4, 2 dəfə 6 dəfə. 6 4-ün 24. 27-dən və yaxud 7-dən 4 çıxıram 3. 3 4-ə bölünmür. Əsas məsələ buradadır.
bölünmürsə və yuxarıdan, baxın bu 7-nin yanında heç bir ədəd yoxdur aşağı salmaq üçün. Yoxdursa, özümdən bir 0 əlavə edirəm. Və 0 əlavə edərkən burada vergül qoyuram. Artıq tam ədədimizi burada alırıq. Tam hissəsi 136 tamdır. İndi görək kəsr hissəsi neçə alınır. 30-un içində 4 edir neçə dəfə? Neçə 7 dəfə. Yadımdan çıxır. 7-ni 4-ə vururuq 28. 30-dan da 28 çıxanda qalır neçə? 2. 2 yenə bölünmür, yenə 0 atıram. Artıq daha vergül falan atmıram ha uşaqlar. Davam edirəm. Tam elə bil ki, proses bitənə qədər. 20-nin içində 4, 5 dəfə. 5-i də 4-ə vururam, 20. 20-dən də 20 çıxıram, 0. Aha, demək 547-ni biz 4-ə böləndə edir 136 tam %75. Bu aldığımız ədəd fərqdir. Çünki bir kvadratın ala biləcəyi ədəddir. İndi mən buradan yazıram. Azalanımı bilirəmmi? 480. Bilirəm. Yəni çıxılanı da tapa bilərəm də. Çünki bunu 3-ə vurub ondan 67 çıxıb çıxılanı tapa bilərəm. Amma digər forma üsulla gedək tapaq. Bunu bildiyimi azalanı bilirəm. Bu da bizim fərqimizdir. Çıxılsın. Çıxılanımıza bir x deyək elə yaxud çıxılanın özünü yazaq. Bərabərdir fərqimiz 136 tam %75. İndi uşaqlar, biz çıxılanı tapmaq üçün neyniyə bilərik uşaqlar? Çıxılanı tapmaq üçün azalandan fərqi çıxarıq. Düzdür uşaqlar? Gəlin çıxaq. Başqa üsulla tapmaq olar ha? Necə tapmaq olar? Axı çıxılanımız 3 kvadrat çıxılsın 67-dir. Biz bir kvadratın 136 tam %75-ə bərabər olduğunu bildik. Yenə deyirəm, bunu 3-ə vurub 67-ni də çıxıb cavabı ala bilərik, çıxılanı ala bilərik və yaxud azalandan fərqi çıxa bilərik. Yəni 480-dən 480 tamdır da. Çıxırıq 136 tam %75. Baxın, bu kəsr hissənin yuxarısında heç nə yoxdur, düzdürmü? Mən bura vergül qoyub istədiyim qədər sıfırlar əlavə edə bilərəm. Əlavə etdimi? Bəli. 0-dan 5 çıxmaq olmur. Gedirəm qonşu artı çıxma əməlinin özünüz bilirsiniz. Demək, baxın buradan gəlir. Buradan etap-etap gəlir də. Bunları bilirsiniz artıq. Ondan çıxıram 5-i. 5. 9-dan 7-ni çıxırıq. 2. Vergül. Burada 9 qalır. 9-dan çıxırıq 6-nı. 3. Bura 7 qalmış. 7-dən çıxırıq 3. 4. 4-dən də 1 çıxırıq. Qalır 3. Demək, fərqimiz nəyə bərabər oldu? 143 tam %75-ə. İndi elə o misalı baxın buradan yazıram, yoxlayaq. 480 çıxılsın 343 tam 343 demişdim, düzdürmü? Tam %25 bərabərdir 136 tam 6 burada yazıram. %75. Bizə sualda nə vermişdi? Çıxılan neçədir? Çıxılan neçədir deyirsə, biz də çapdıqca azalan çıxılan 343 tam %75.